Bu nədir? Səbir. Bu da səbir. Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Cənnət məkandayıq, bax. Nəhd oynuyoruz, Samovar çayı. Xoş gördük hamınızı. Vişnyovka sevənlər, alballıq sevənlər. Sizə bir dənə möhtəşəm, yəni həyətə girirsən, çıxmaq istəmirsən də ləzzət. Gəl bura. Bir dənə evimizin, yəni şəxsi tikili evlər istəyirsiniz, mənə zəng eləyirsiniz ki, şəxsi tikili ev istəyirik, nə bilim, satmaq məqsədi ilə olmayan evlər tikirik. Özünə tikilmə ev. Burada buna bax, bir dənə bu 3 mərtəbəli bu möhtəşəm tank dağıtmaz evə bax. Bax 1, 2, 3 mərtəbə, 300 kvadrat, 12 sotun içində, Vişnyovka 1-də, yəni Xəzər rayonu. Sənətdə Buzovna qəsəbəsi gedir, Buzovna. Hardan başlayaq, hardan qutaraq, həyətində buna bax, Naxçıvandan, bura gəl. Naxçıvan alçasıdır bax, buna bax. Gül çiçəyə bax. Gəl. Qiymətini aşağıdan qeyd eləyəcəm, sənət kupça çıxarışdır. Gəl. Başlayaq birinci giriş hissəsindən. Bir dənə bu gözəlliyi çək. İstirahət eləmək üçün, yaşamaq üçün hər bir şəraiti var buna. Pultla idarə olunan qapı. Bütün evimizin həyəti, yəni video kamera ilə bütün həyəti, çölü, bacanı, hamısını görmək olur. Evimiz çoxlu meyvə ağacları var. Üzümə bax, üzüm tal var. Yəni mən hərdən deyirlər ki, sən bunları niyə çəkib görsən? Qardaş, bu zəhmətdir. Zəhmətdir bu, hamısı, işdir. Bunların hamısını düzüb qoşmağa zaman, vaxt lazımdır. Buna bax. Hər şey var. Yəni hamısını göstərmək lazımdır. Yəni həm evimiz və həyətimizdə olan canlı, bütün bax bu gördüyünüz əncili, gülləri. Gəl. Buna baxır. Zeytun. Deməli, burada cam balkondur. Cam balkonla bağlanmış söhbətgahdır. Buranın təmiri yoxdur. Yəni, bax, qomzat döküblər. Buranın təmiri yoxdur. Həyətdə sanuzilı hamam tualeti. Burada bisetka, burada manqalxana. Hovuzumuz. Şəlalə. Orada da bisetka, mən oturdum. Nerede oynadığım yer. Evimizə demək olar ki, 3 tərəfdən giriş var. Aşağıdan, böyük hissədən və əsas girişdən. Sənətdə kupçada 225'dir. Yəni padvalı saymadan da jiloy yaşayış sahəsi. Amma belə 300 kvadrat. Buradan girəcəyik. Gəl. Oradan da ki 3-cü mərtəbədən. Bütün panorama. 12 sot əla ölçüdür. 2-ci mərtəbədir. Otaqlarla tanışılacaq. Təmiri var. Bir dənə yaxşı adam lazımdır ki, buraları qəşəng silsin, yusun, təmizləsin. Keç. Deməli, başlayaq burada hörmətli. Qapılar. Nə qapısıdır? De. Ha? Fıstıq ağacıdır. İndi belə qapılar yox. Fıstıq, hamısına baxın. Qonaq otağımız geniş ölçüdə. Görürsünüz də, boyları adam səliqəlidir. Qəşəng yığışılmalıdır bura, təmiz, yuyub təmizlənməlidir. Ev sahibi buradan yəni gəlmir bura. Çox retkalda. Hamam tualeti. Yeddi otaqlıdır. Bir yataq otağı. Buranın mətbəxi. Kuxnya. Müşahidə kamerası monitordan bizi görsənir. Getdik. Gəl. Zirzəmiyə düşək, bir dənə sizə göstərdim zirzəmisini. Yəni pollar bir söz necədir, belə moşludur, bir dənə aralanma zad yox. Bir dənə arasında zazor yox. Bura 1-ci mərtəbədə, yəni zirzəmidə olan mətbəxi. Qutarmaq bilmir. Bura bir yataq otağıdır. Getdik. Yəni bura köməkçi otaqlardır, köməkçi otaqlardan istifadə olunur. Buradan çölə çıxış var. Bu da bax, bu bayaq mən nerede oynadığım yer var. Bax bu hissədir, buranın da özünün sanuzili var. Gedək.
Qapılar hamısı fıstıq ağacındandır. Və 3-cü mərtəbə, burada da yataq otaqları, qapılar hamısı fıstıq ağacından. Möhkəm evdir də bir sözlə. 3-cü mərtəbədəki 1-ci yataq otağı, buyur. Sanuzeli. Bir dənə bu yataq otağına bax, gör nə boydadır. Buranın da sanuzeli var, hamam tualeti. Bu 3-cü yataq otağı. Geniş işıqçı, hamısı pəncərəsi var. İsitmə sistemi kombidir, 2 dənə kombisi var. Bəli, çıxacaq ora. Və deçik otaq. Deçik otağın ölçülərinə baxın. Əla ölçüdədir. Və çıxaq balkona. Kondisioner zad, hamısı var idi. İnternet xətti. Buyur. Bu da teras. Yəni Xəzər rayonu Vişnyovkası. Bu tərəfdə, Buzovna yoluna yaxındır bura. Buna bax. Kim istəməz belə yerdə bağ evi olsun. Yəni ev sahibi bura sözün əsl mənasında. Pul buraxılır bura. Burası istifadə olunmur da, yəni. Vəziyyət budur, ona görə satmaq məqsədi budur. Özünüz görürsünüz ki, hamısı qaydasındadır. Sağ olun, minnətdarım.